Salam əziz şagirdlər, bugünkü dərsimizdə donor-akseptor mexanizmində olan çətin tipli məsələ həllərinə baxacağıq. Birinci sualımız H2O molekuluna bağlıdır. Elektron sayı Y-dir, ümumi elektron sayı Y-dən işarə olunubdur. Kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən orbitalların sayı. Gəlin birinci elektron sayımızı tapaq. H2O-da olan elektron saylarımızı tapaq. H2O, hidrogenin bir elektronu var, 2 dənədir. Biri vurduq 2-yə. 2 plus 8 bərabərdir 10. Deməli, 10 elektron bərabərdir Y-də. Sonra, kimyəvi rabitə əmələ gəlməsində iştirak edən orbitalların sayı. Baxın, qrafik formulumu yazıram. Burada 2 dənə rabitəmiz var. Kimyəvi rabitəmiz var. Bir rabitənin əmələ gəlməsində 2 elektron iştirak edir. 2 rabitənin əmələ gəlməsində 4 elektron iştirak edəsidir. Burada əmələ gələn rabitələr mübadilə mexanizminin əmələ gələsidir. Mübadilə mexanizminin əmələ gələn rabitəni tək elektronlar əmələ gətirir. Tək elektronlar əmələ gətirir. Tək elektronlar ilə orbital saylarına bərabər olasıdır. Tək elektron ilə orbital saylarına bərabər olasıdır. 4 elektron iştirak elədiyi üçün 4 orbital olasıdır. 4 elektronumuz iştirak edir. 4 elektron olduğu üçün 4 orbital iştirak edəsidir rabitənin əmələ gəlməsində. Bu da olasıdır X. X plus Y. X-imiz 4-dür, Y-imiz 10-dur. Bərabərdir 14-ə. Cavab B variantı. Digər sualımız. Kükürt 8 molekulunda kovalent rabitənin mübadilə mexanizmi ilə yaranan elektronlar ümumi elektronların neçə faizini təşkil edir? Mübadilə mexanizmi ilə yaranan elektronlar ümumi elektronların. Gəlin birinci ümumi bütün elektronları tapaq. Kükürdün 16 elektronu var. Kükürt 8 molekulunda da 16-nı vururuq 8-ə. Cavab 128 olur. Deməli, kükürt 8 molekulunda 128 elektron var. İndi bunun elektron formulunu yazaq. Kükürt 8-in 3s2, 3p4. Mübadilə mexanizmində uşaqlar tək elektronlar iştirak edir. Gəlin, indi baxaq. Bu S-in elektron formulu, bu da P4-ün elektron formuludur. Görürük ki, valent elektronlardan 2 dənəsində tək elektron var. 2 orbitalında tək elektron var. Deməli, 2 elektron iştirak edəsidir. 8 molekulunda da 8-i vurasıyıq 2-yə.